Mürəbbələrlə bir o qədər aram olmasa da, amma ərik mürəbbəsini çox sevirəm. 2 kiloqram əriyi təmiz-təmiz yudum və tumlarını içliksiz qələm vasitəsilə çox rahatlıqla çıxardıram. Mürəbbəlik ərik seçərkən çalışın ki, yetişmiş əriklər olsun, amma yumuşaq, əzilmiş əriklər olmasın. Əriklərin hamısını rahatlıqla çəyirdəklərini çıxartdıqdan sonra çəyirdəkləri də sındırıram və içərisində olan ləpələrin də yüz qabıqlarını soyaraq yenidən əriklərin içərisinə yerləşdirirəm. İstəsəniz hətta əriyin öz çəyirdəklərinin yerinə sizlər badamdan da istifadə edə bilərsiniz. Ləpələrin qabıqlarının hamısını soyduqdan sonra əriklərin içərisinə yerləşdirirəm. Daha sonra isə şirəni hazırlayıram. 1 kiloqram meyvə üçün 1 kiloqram şəkər tozundan da istifadə edə bilərsiniz. Amma mən hər 1 kiloqrama 900 qram şəkər tozundan və 1 stəkan da sudan istifadə etdim. Ümumilikdə 2 kiloqram meyvə üçün 1 kiloqram 800 qram şəkər tozu və 400 ml su əlavə edərək şirəmi qaynadıram. Şirə qaynamağa düşən kimi meyvələri içərisinə əlavə edirəm və çox yox. 2-3 dəqiqə meyvələri beləcə qaşıq vasitəsilə yavaş-yavaş şirənin içərisinə yerləşdirirəm. Daha sonra isə ocağımızı söndürüb 4-5 saat müddətində bu ərikləri şirənin içərisində saxlayıram. Amma 4-5 saat müddətində mütləq çalışın ki, ara bir meyvələri qaşıq vasitəsilə ehmalca şirənin içərisinə salın ki, üst hissələri açıqda qalıb qaralmasınlar. Və bu müddətdə meyvələr də öz suyunu çıxardır və 4-5 saat şirədə saxlayırıq. 4-5 saat şirədə qaldıqdan sonra ikinci dəfə ocağımızı yandırıb 5-6 dəqiqə müddətində yenə də qaynadıb ocağı söndürüb tam soyuyana qədər gözlədirik. Və artıq 3-cü dəfə isə tam hazır olana qədər bişiririk. Bişməyə 5-6 dəqiqə qalmış yarım limonun suyunu sıxırıq, əlavə edirik mürəbbəmizin içərisinə. Üzərinə çıxan köpükləri də yığırıq. Limon suyu həm mürəbbəni deməli xarlanmağa qoymur, həm də rəngini çox gözəl şəffaf edir. Tam hazır olmağını da mən bu cür yoxlayıram. Mürəbbənin şirəsindən çox az salfet üzərinə damızdırıram. Əgər həmin o damcılar yəni hopmursa salfetə, onda deməli mürəbbəmiz hazırdır. Ocağı söndürdükdən sonra qabımı tərpədirəm, üzərində qalan köpükləri də salfet vasitəsilə yığıram və budur. Dən-dən, əzilmədən çox gözəl mürəbbəm hazır oldu. Mürəbbə hələ qaynar olduğu üçün ona görə məti bir qədər duru görünür, amma soyuduqca məti də bir qədər qatılaşacaq. Hazırlayanlara nuş olsun, göz haqqınızı halal edin. Yeni videolarda görüşmək ümidi ilə. Hələlik.